Seven yetmez. Herkese salam. Bugün münasibətlərin romantikləşdirilməsindən danışacağım. Birinci zərərli düşüncə olan sevən yetməz düşüncəsidir. Əgər sevən insan bir münasibətdə zəhmətlərinin qarşılığını görmürsə və yaxud da dəyərsiz hiss edirsə, qüruru incinirsə, psixoloji və fiziki olaraq zərər görürsə, gedə bilər. İkinci olaraq sevgi hər şeyin üstəsindən gələr düşüncəsidir. Sevgi, güvən və hörmət olan yerdən anlam qazanır. Əgər bir münasibətdə bir insan haqsızlığa uğrayırsa, alçaldılırsa, aldatılırsa, o yerdə sadəcə sevgi ilə heç bir problemi həll edə bilməz. Üçüncü olaraq sevdiyindən qısqanır, sevdiyindən baskı altında hiss etdirir və yaxud da kontrol edir düşüncəsidir. Sevdiyindən deyil, güvənsizlikdən edir. Çünki bir insan sadəcə güvənsizlikdən, güvənmədiyindən kontrol altında və yaxud da baskı altında hiss etdirmə ehtiyacı duyur. Münasibətdə bir insan daim kontrol altında hiss edirsə, daim baskı altında hiss edirsə və ya qısıtlanırsa, o psixoloji olaraq zərər görür deməkdir. Əslində sevgi sərbəst buraxmaq deməkdir. Daim kontrol altında hiss etmək, qısıtlanmaq və yaxud da baskı altında hiss etmək insanı huzursuz edir. Dördüncü olaraq, bir insan daima qəlbinin qırıldığı münasibətə davam edirsə, bu çox sevdiyi üçündür. Xeyr, bu düşüncə çox yanlışdır. Nəyə görə davam edir? Gəlin ona baxaq. Çünki sevgisi bağlılığa dönüşmüşdür. Öz güvəni zədələnmişdir. Özünü dəyərsiz hiss edir, sərhədini çəkə bilmir, vazgeçə bilmir və buna görə də öz həyatını heçə sayır. Bunlar üçün öz həyatını heçə sayaraq bu münasibətə davam etmək məcburiyyətində hiss edir özünü. Beşinci olaraq, insan lazım gələrsə sevdiyi üçün ölər düşüncəsidir. Sevmək demək öz canından keçmək demək deyil. Əgər öz canından keçərsənsə və özünü aşırı dərəcədə fəda edərsənsə, o zaman dəyər görməzsən. Əvvəlcə can, sonra canan deyiblər. Əvvəlcə özünü sevməlisən, özünə dəyər verməlisən ki, daha sonra başqaları sənə dəyər versin. Və sən özünə dəyər verməlisən ki, dəyər görə biləcəyin yeri tərcih edə biləsən. O zaman nə edirik? Toksik münasibəti romantikləşdirməyə buraxırıq. Sağlıqlı münasibətdə durmaq üçün əvvəlcə özümüzü kəşf edirik, daha sonra isə qarşılıqlı dəyər gördüyümüz münasibətləri tərcih edirik. Hələlik!